Herkese salam, her vaxtınız xeyir olsun. İstədim yeni bir vloga başlayayım və güllərlə başlayayım. Güllərim artıq biraz solur. Bu gülüm bizə təzədir. Bunun xırda tomurcuqları var. Bunlar açılmağa başlayır. Bu gülüm də artıq solmağa başlayır. İstədim yeni vlogumda güllərlə başlayaq. İstəyirəm vlogumuzun ilk hissəsində kislərimiz təmizlikdən başlayaq. Mən onları burada yuyuram. Yəni birdən deyirsiniz ki, niyə burada yuyursan? Ona görə istəyirəm birinci buranın təmizliyindən başlayaq. Ondan sonra keçək kislərimizi yumağa. Və yudum, oldu tərtəmiz. İndi mən sabunumuzu gətireyim. Bəziləri kisləri üzəri deyir olan bir silikon var. Onu alırlar, yapışdırırlar, tutaq ki, ondan yuyurlar. Amma mən ondan razı deyiləm. Çünki mən sabunla yuyuram və sabundan qat-qat təmiz olur və yaxşı olur. Belə mini bir padnos götürdüm. Bunun üzərinə yığacağıq durulayandan sonra. Bunu hələlik qoyuram kənara. Demək, bizə lazım olacaq mənim metodumla kislər yumaq üçün. Bizdə belə bir sabun qabı var. Bunun altında içərisində görürsünüz deşiklər var. Altından su gedir və bunu belə əldə saxlamaq mənə rahat olduğuna görə elə mən bundan istifadə edirəm. Amma sizdə yəni başqa cürə varsa ondan da elə bilərik. İndi birini mən sizə göstərirəm. Nümunə olaraq yuyuram çünki bunlar da ən azından bunlara keçirilir. Ona görə də bunlar da yumaq əsasdır. Suyumuzu ataq, kislərimizi daşıyırıq. Ən böyük kislərimizi götürürəm və qabı götürürəm. Baxın. Və belə yuyuram. Baxın. Hətta biraz suya açıq saxlayıram. Və belə yuyuram. Gördüyünüz kimi sonda sadə paraşoklu su qalır və ağappaq kistimiz olur. Artıq kislərin bir çoxunu yumuşam və belə sərgəl bir şəkildə düzmüşəm bura. Bunları da belə sürtdüm sabuna, yudum azca. Burada biraz sabun qalıb. Burada baxın. Mən bu dəsti illər öncə, hardasa 1-2 il əvvəl Trendyoldan almışdım və bunlar da üstündə gəlmişdi. Üstünə 4 dənə də sponj gəlmişdi və onun üzərinə fırça. Sadəcə mən, əgər bilənlər varsa mənə rəylərdə yazar. Bunlar nə üçündür? Məsələn, mən bundan maska çəkirəm üzümə, maska istifadə edirəm. Amma bunu ümumiyyətlə bilmirəm ki, bu nə üçündür istifadəsi. Bilən varsa yorumlarda mənə deyirsiniz. Bunları da necə yuyuram, onu da göstərim sizə. Bunları elə sadəcə belə sabunla vururam. Artıq rənglər çıxır. Belə gördüyünüz kimi ağappaq olur. İndi keçək sponjların yuyulmasına. Artıq mən birini belə elədim. Baxın, sadəcə belə sabunu belə eləyirik və göz qabağındadır. Və sponsumuz da oldu ağappaq. Keçək digər sponja. Sizin üçün 3-4 dəqiqə keçir, amma artıq mən bu kisləri yudum bitirdim. Gördüyünüz kimi sponcum necə ağappaq olub, tərtəmiz olub. Bu da həmçinin. Bu sadəcə bura bir ləkə düşüb, o bilmirəm nə ləkəsi heç getmir. Və bu balaca sponcumuz da ağappaq olub, tərtəmiz olub və böyük biraz şişib. İndi bunlar quruyanda yığılacaq. Və gördüyünüz kimi kislərimiz ağappaq olub. Buranı da səliqəyə saldım. İndi bunları qoyuruq pəncərənin qırağına qurusun. Artıq onları qoydum pəncərənin qırağına. Bir də onu demək istəyirdim. Videonu çəkəcəkə unutdum deməyi. Deməli, əgər misillər su ilə, videoların əksəriyyətində misillər su ilə eləyirlər onu. Amma ki, əgər bu işi 60 qəpiklik 1 manatlıq sabunla eləyirsən, misillər suyu ehtiyac eləməyə nə gərək var? Yəni, həyf eləməyə nə gərək var? Ona görə də yəni, mən həmişə sabunla yuyuram və kislərdən, sponjdan o qədər gözəl gəlir ki, yoxlayan olsa yorumlarda mənə deyirsiniz. Və bir də mən sizə nə göstərmək istəyirəm? Bu mənim özümdə olan Kiko glosdur. Baxın, 31 nömrədir. Mən bu yaxınlarda bunu Kiko'dan aldım. Bunu sizə göstərim. 06 nömrə. Baxın, eynisi. 11 manata. Bu isə 35 manatdır. Deməli, bu yaxınlarda Kiko'da indirim var idi. İndi məndə var. Onu da göstərərəm mən sizə. Məndə bunun kiçik ölçüdə olan teni də var. Baxın, budur. Kiko'nun kiçik ölçüdə olan teni. Bir dəqiqə. Baxın, parıltını görürsünüz özünüz. Kiko'nun teni.
Kiko'da hal-hazırda tenlər endirimdəydi. Tenlər 4 manat, glosslar isə 11 manat və bunların iki tərəfli olan glosslar da var. Onlar da 11 manat. Endirimlərdən yararlana bilərsiniz. Məndə olan makyaj məhsullarını qısaca sizə göstərmək istəyirəm. Məndə Wet n Wild'ın belə bir ten paleti var. Yəni gördüyünüz kimi məndə ancaq bu rənglərdir. Mən istifadə etdiyim rənglər ancaq bunlardır. Tünd rənglər istifadə etmirəm. Belə bir ten paletidir. Kiko'nun yenə belə bir bronzeridir. Mislindən almışam bunu Temu'dan. Belə bir Rumiana. Belə bir kompakt pudra. Bu da yenə mislindən. Bunu aptekdən ya da marketlərdən ala bilərsiniz. Çox gözəl kremdir. Üzü çox nəmləndirir, gözəl nəmləndirir. Bu Laneige'in belə bir 3 qramlıq dodaq balmıdır. Bu belə bir Divaj'ın Olivia'dan almışam bunda 3 manata. Qaş sabitləyicidir. Bu heç. Bu Evraşey'dən almışam. Dodaq nəmləndiricisi. Bu mənə Rusiyadan gəlib. Nişanlım gətirmişdi o vaxt Rusiyadan. Belə bir dodaq balzamıdır. Bundan Olivia'da da var. Əgər görsəniz almaq istəyə bilərsiniz. Belə bir Miss Tyson 706 nömrə və 753 nömrə. 753 məndə bir balacası da var. Bu bitəndən sonra böyüyünə keçəcəm. Bunun adı yadımda deyil, adı silinib buradan. Bunu yenə mislindən almışam. Gözcü linerdir, kaysev rəngdə. Bunu Vykon'dan almışdım. Belə bir iki başlı, bir tərəfi liner, bir tərəfi isə qara rəngdə göz üçün, göz altına çəkmək üçün. Bu SS'in tuşudur. Bunu Rossmanndan əldə etmişəm. Bu Kiko'nun belə bir ten paletidir. Bunu mən universitet vaxtı götürmüşdüm. Belə bir qələm yonan, iki tərəfli, həm balaca, həm böyük üçün. Belə Maybelline'in 2 dənə tuşu. Bu Kiko'nun 05 nömrəli qələmidir, dodaq qələmi, rəngi belədir. Bu isə Faberlic'in lineri. Bu mənim L'Oreal və Maybelline'dən olan konsilyerlərimdir. Bu mənə daha uyğundur. Bu olan, bu isə mənə biraz açıq qalır. Bu isə mənim yenə L'Oreal və Maybelline'dən olan tonal kremlərimdir. Bu sadəcə biraz örtücülüyü azdır. Ona görə ki, biraz BB krem formatındadır və içərisində zərləri var. Belə görünmür. Bu isə biraz sündü mənə. Bunlar isə mən həmişə qoyuram makyaj kaşlokma. Bu mənim özümdə var idi. Bu isə kolleksiyamıza yeni videomuzun sonuna çatdıq. Mənim sizdən bir xahişim olacaq. Əgər videomuzu bəyəndinizsə, abunə olub rəy yazmağı unutmayın. Belə videolar ardı üçün. Hələlik.